Biz davam edirik, elə televiziya ilə bağlı görüntüləri sizə təqdim ediriksə, müxtəlif dövrlərdə şəhərin düz mərkəzindən keçəndə və ya hər hansısa bir istiqamətdə keçəndə tez-tez telegülləni görürük və həmişə deyirik, ayda bizə çox maraqlıdır, içində nə var? Bəli. Bax, bu telegüllənin hansı fəaliyyəti var hazırda və 1966-cı ildə yaradılan, inşa edilən telegüllədən də biz bugün bir canlı bağlantı edəcəyik. Bəli, canlı bağlantımız var. Bəli, elə əməkdaşımızı eşidəcəyik hazırda. Ələkbər oradadır. Ələkbər, sabahın xeyir olsun, eşidirik. Hər vaxtınız xeyir olsun. Bütün Azərbaycan televiziyasını izləyən tamaşaçıları salamlayır. Gününüz xoş getsin deyirəm. Biz hazırda Bakı Telegüllə kompleksindəyik. Burada olmağımız da təsadüfi deyil. Qeyd etmək istərdim ki, hazırda gördüyünüz bu reportajlar, sujetlər, verilişlərin hamısı elə buradan yayımlanır. Onu da qeyd etmək istərdim ki, televiziya və radio içərinin peşə bayramı günü olduğundan buradan sizə birbaşa bağlantıda olmaq mənim üçün fəxr hissidir. Bu barədə isə Telegüllə kompleksinin iş fəaliyyəti barəsində isə ətraflı məlumatı yerüstü stansiyanın rəisi Bəhruz Musayev verəcək. Hər vaxtınız xeyir olsun, sizi salamlayırıq. İstəyərdik bizə və tamaşaçılarımıza bu barədə məlumatlar çatdırarız. Deməli, bu televiziya şirkətlərindən hazırlanmış hazır məhsul, biz burada onları qəbul edirik, siqnalları və bu siqnalları müəyyən emal edildikdən sonra biz onu yayım avadanlıqları vasitəsilə efirə göndəririk. Hal-hazırda bütün radio-televiziya şirkətlərdən aldığımız siqnallar həm optika vasitəsilə, həm də rəqəmsal radio relay xətti vasitəsilə qəbul olunur və onlara 7-24 saat nəzarət olunur. 7-24 saat həm burada qəbul siqnalına nəzarət olunur, həm də efirə çıxan siqnallara. Hal-hazırda gördüyümüz burada yayım zalında nə baş verirsə, onları biz hal-hazırda görürük və burada növbətçi heyət hər hansı bir nöqsanların olduqda onları dərhal müdaxilə eləməyə çalışırlar və edirlər də. Lazımı olanda siqnal mənbəyini dəyişib ehtiyat siqnallara keçirlər. Hətta ötürücüdə hər hansı bir problem olduğu halda, hər hansı bir nasazlıq olduğu halda onlara müdaxilə eləyib, onları ehtiyat ötürücülərlə əvəz edirlər. Yəni, bizim burada əsas məqsədimiz 7-24 saat televiziyanın efirdə olması, kanalların efirdə yayımlanması və bunlarda gedən hər hansı bir nasazlığı aradan qaldırmaqdan ibarətdir. Ətraflı məlumat üçün təşəkkür edirik. Televiziya və radio işçilərinin peşə bayramında elə buradan da təbrik edirəm. Bizdən bu qədər. Buyurun, söz sizdədir. Ələkbər, sənə təşəkkürümüzü bildiririk.